Salam, bu sualımızın izahına baxaq. Modaldır, biraz mürəkkəb şəkildədir. Modal suallarını eləyəndə 3 addıma diqqət yetirmək lazımdır. Ən birinci addım hansı tu ilə, hansı tusuz işlənir. Bunlara fikir verib 1-2 variant çıxmaq olar. Növbəti addım zamana fikir vermək, zaman uzlaşmasına fikir vermək. Onun sayəsində də 1-2 variantı çıxa bilərik. Ən axırda əlimizdə 2 dənə, 3 dənə variant qaldısa, orada mütləq mənaya, tərcüməyə fikir vermək lazımdır. Çünki modal yalnız tu ilə, tusuz olması ilə bitmir. Burada biz cümləni oxuyuruq ki, he knew keçmişdi, sonra ruled keçmişdi, thought keçmişdi. Bu cümlədə 3 dənə xəbər var, üçü də keçmişdədir. Yəni bu cümlə başdan ayağa keçmişdəki situasiyonu bildirir ki, bu insan nəsə düşünürdü, bu insan nəyisə bilirdi, düzdürmü? Və biz ən adi zaman uzlaşmasına birinci addıma fikir veririk, tulu, tuzsuz məsələsi. Görürük ki, bu sualda tulu, tuzsuz məsələsi yoxdur da. Yəni o çünki modalın ən primitiv addımıdır. Keçirik növbəti addıma zaman uzlaşmasına. Burada görürük ki, keçmişlə gələcək mümkün deyil uzlaşdırmaq. Ona görə D variantını çıxmalıyıq. Keçmişlə gələcək ancaq tabisiz mürəkkəb cümlədə uzlaşmalıdır. Onda da tabisizin sağında öz göstəricisi olmalıdır, solunda başqa bir zaman göstəricisi olmalıdır. Ancaq o halda mümkündür. Burada isə tabelidir. Çünki baxın, deməli, he knew, he thought. Yəni bu tabeli mürəkkəb cümlələrdir. Hə, gələcəklə uzlaşa bilmədi. C-dəki maybe-ni də çıxaq. Çünki may keçmişin içinə düşəndə might-a çevrilməlidir, ehtimal mənasında. Onu da çıxdıq. Burada düzgün cavab Y variantı olur. Birinci düzgün cavabı danışaq. Çünki A və B variantını desək, birdən bizim beynimizi qarışdıraq. Birinci düzgünə baxaq. He knew it would be a difficult language. O bilirdi ki, bu dil çətin dil olacaq. Yəni, bu insanın dil öyrənmək planı barədə danışır. He knew it would be a difficult language. Bilirdi ki, bu dil onun üçün çətin olacaq. Niyə would-a salmışıq? Çünki bu insan hələ plan qurur, hələ oxumayıb, öyrənməyibdir. Plan qurur ki, mən gərək ingilis dilini öyrənim. Sadəcə düşünür ki, bu dil çətin olacaq. Hələ öyrənməyib ki, hələ öyrənəcək də, düzdürmü? Hələ bu hərəkət həyata keçməyibdir. Amma cümlə başdan ayağa keçmiş zamanda olduğu üçün planları keçmişə atırıq və bu da olur keçmişə nəzərən gələcək. Plan gələcəyi bildirir. Cümlə keçmişdədir deyə planımız bir addım geri atılır. Yəni keçmişə nəzərən gələcək olur. İkinci tərəfdə bəs niyə ought to olduğu kimi qalıbdır? Yadınızdadır, biz direct indirectə öyrənmişdik ki, məsələn, dırnağın içində ought to modalı verilibsə, biz onu dırnaqdan açanda keçmiş, baş cümlə keçmişdədirsə, ought to olduğu kimi qala bilər. Yəni yazıda saxlayın ki, ought to, yəni məsləhət mənasını bildirən modal feildir də. O necə ki, indiki zamanda ought to kimi işlənir, onu bir adım geri atanda, yəni keçmiş zamanın içinə salanda ought to özü olduğu kimi qala bilər. Problem yoxdur. Hə, cümlənin tərcüməsi belə olur ki, o bilirdi ki, bu dil onun üçün çətin olacaq. Amma Britaniya o vaxt müsəlman dünyasının çox böyük hissəsini idarə etdiyi üçün o düşündü ki, o bu dili öyrənməlidir. Ought to, yəni malı məlikini tərcümə edə bilərik. Öyrənməlidir. Hə, öyrənməlidir, yəni görürsünüz plandır. Hələ bu insan plan qurur. Hələ onun hərəkəti həyata keçməyibdir. İndi A və B variantı niyə səhvdir? Görürsünüz, A variantında must have və B variantında da must have var. Modallar perfectə düşəndə nəyi bildirir? Yazıda saxlayın. Modallar və verballar nədir? Gerund infinitive participle. Modallar və verballar perfectə düşəndə həyata keçmiş və geridə qalmış hərəkəti bildirir. Başa düşürsünüz? Yəni bu hərəkət artıq həyata keçib, yəni reallaşdırılıb və geridə qalıbdır. Yəni iş işdən keçibdir. İndi başa düşdünüz? Bu cümlədə niyə perfect qoymaq olmaz? Çünki bu insan hələ plan qururdu. Hələ o dili öyrənməmişdi. Sadəcə düşünürdü ki, öyrənim. Mən gərək öyrənim, çünki bu dil lazımdır. Bu dil dünyanı idarə eləyir. Sadəcə çətin olacaq mənim üçün, amma yenə də öyrənməliyəm. Yaxşımı? Yəni burada biz perfect verə bilmərik. Çünki must have
perfektə düşdüsə, ümumiyyətlə modal perfektə düşdüsə, olub keçmiş hərəkətdir. Bu insan necə ola bilər ki, dili öyrənsin, həyata keçirsin, sonra düşünsün ki, bu dil mənə çətin olacaq? Mümkün deyil axı. Yəni, əgər hərəkət həyata keçməyibsə, baş verməyibsə və geridə qalmayıbsa, biz onu perfektə verə bilmərik. Yəni, perfektə nə vaxt veririk, yazıda saxlayın. Cümlədə gözünüzün qabağında 2 dənə hərəkət var. Düşünürsünüz ki, bu hərəkət o birisindən əvvəl olub qutarıbdır, ondan əvvəl olub bitibdir, qutarıbdır, həyata keçibdir və qalıb geridə, iş işdən keçibdir, artıq nəyisə dəyişmək mümkün deyil. Ancaq belə olan halda modalı və ya verbalı perfektə veririk. Yaxşı, yəni o hərəkət gərək sadəcə demək olmasa, keçmişdirsə mən perfektə salmalıyım. Yox, keçmişsə o demək deyil ki, mütləq perfekt yapışdırmalıyıq. Perfect yalnız o vaxt qoyuruq ki, bu hərəkət gərək o birisindən əvvəl olub bitsin. Yəni, he knew, bilirdi. Necə ola bilər ki, dili öyrənsin, qutarsın, sonra bilsin ki, bu çətin dildir? Yox, elə şey ola bilməz. Və he thought tərəfinə baxaq. Necə ola bilər ki, öyrənsin, qutarsın, sonra düşünsün ki, öyrənim? Mümkün deyil. Əvvəlcə düşünür, sonra öyrənir. Yaxşımı? Əvvəlcə düşünə bilər, sonra öyrənə bilər. Öyrənmək hərəkətini düşünməkdən əvvəl bitirə bilmərik. Ona görə də belə cümlədə perfect vermək mümkün deyil. Həm də must have-in mənası təsdiq əməlliyidir. Yəni, onu bu cümlədə vermək olmaz. Təsdiq əməlliyi nə vaxt olur? Məsələn, gəlib görürsən ki, deyirsən ki, onun maşını həyətdədir, deməli o 100% evdədir. Təsdiq əməlliyi odur ki, nəyisə görürsən və ya eşidirsən və ondan son nəticəyə gəlirsən. Beynində analiz aparıb nəticəyə gəlirsən. Burada analiz aparıb nəticəyə gələcək bir situasiya yoxdur.